Sabahınız xeyir olsun. Sabah Elnarə ilə Real Televiziyasının efirində davam edir və təbii ki, söhbət övladlar, mobil telefon, ora yüklənən, yəni applicationlardan gedir, söhbət tətbiqlər və s. bunlardan gedirsə və təbii ki, valideynlər aparıcı da olsa, mütəxəssis də olsa artıq ortaq bir mövzu olduğu üçün çox belə maraqlı bir söhbət gedirdi burada və biz artıq ikinci hissəmizdəyik. Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi müasir dövrdə sadəcə texnoloji ehtiyac deyil, həm də rəqəmsal məkanda mənəvi və hüquqi asayişin qorunması üçün ən vacib alətdir. Xüsusilə milli mənəvi dəyərlərə zidd məlumatların yayılmasının qarşısının alınması kontekstində bu sistemlər rəqəmsal keşikçi rolunu oynayır. Mobil oyunlar və xüsusilə qumar elementləri daşıyan oyunlar hazırda rəqəmsal dünyanın ən riskli sahələrindən hesab olunur. Bu oyunlar həm maliyyə, həm də psixoloji asıllıq yaratmaq üçün xüsusi algoritmlər üzərində qurulur. Bu barədə danışacağıq və təbii ki, studiyada qonaqlarım var. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun AzScience.net şəbəkə idarə etmə mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, sabahınız xeyir olsun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azərbaycan portalının rəhbəri İsa Qasımov, sabahınız xeyir olsun, siz də xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Valideynsiniz? Hər ikiniz valideynsiniz? Bəli. Gəlin ilk olaraq belə sual verim də, mən də valideynəm. Bax, mobil telefon, övladın bu istəkləri, zamanın tələbi, qadağalar biraz əvvəl danışdığımız kimi çox işə yaramır və bu hardasa uşaqlarımıza da zərər verir. Necədir, bax, siz evdə buna necə nəzarət edirsiniz? Gəlin bir səmimi Azərbaycan ailəsinin ailə başçısı kimi, yəni ata kimi bir sizdən ilk olaraq buna alımda cavabımı. Yəni, necədir vəziyyət? Çox sağ olun. İcazənizlə bağlı. Buyurun. Həm ciddi bir psixoloji, sosioloji amilləri özündə əks etdirən bir sual verirsiniz. Amma düşüncələri paylaşmaqdansa real vəziyyəti paylaşım. Əlbəttə ki, bu çox çətin məsələdir. Mənim fikrimcə qadağa yol deyil əslində. Yəni, qadağa yoldur, amma ən əlverişli yol olduğunu hesab eləmirəm. Mən düşünürəm ki, daha çox alternativlər ortaya qoyaraq o cihazlardan istifadə etməmək mən düzgün qəbul eləmirəm əslində. Etmək lazımdır, amma hansı formatda, hansı yaşdan, hansı sərhədlərlə və niyə? Əlbəttə, burada sərhəd amili də qadağa amilini gətirir düşüncəmlə, yəni fikrimcə. Yəni, mənim fikrimcə filtr olmalıdır. Əlbəttə ki, cihazlarda var, müxtəlif cihazların müxtəlif, həm də internet şəbəkələrin, müxtəlif şəbəkələrin də filtrləri var. Bunlar düzgün istəyir. Amma ən doğru filtr düşüncədə olan filtrdir ki, onlar düzgün tərbiyə alırlarsa, onlar özlərinin filtr etməsi ən doğru yoldur, düşüncə mənim qənaətimcə. Evladlarım hər ikisi telefonu işlədirlər və onlar haradasa telefon istifadə etmək zərurəti yaranandan istifadə edirlər və hər hansı bir məhdudiyyət qoyduğumu qeyd edə bilmərəm. Amma əlbəttə ki, onların bu qədər telefon istifadə etməsi məni şad etdiyini də qeyd edir. İndi məni də dinləyirlər, yəqin ki, ya da sonra dinləyəcəklər. Şad da etmir. Amma əlbəttə ki, burada ən önəmli məsələ, mən onlara etibar edirəm. Onlara, bu çox önəmlidir. Çox vacib cümlədir bu. Övlada deyiləcək çox vacib cümlədir. Amma burada bilmə, bu quru sözdən də ibarət olmamalıdır. O etibarlılıq formalaşdırılmalıdır ki, etibar etməyimiz sözdə yox, həqiqətdə öz əksini, reallıqda öz əksini tapsın. Ki, onların informasiya texnologiyaları cəmiyyətdə, indiki cəmiyyətdə telefon və ya digər rəqəmsal alətə istifadəsi məndən qat-qat üstündür. Düzdür. Yəni, həm peşəkar olaraq, həm bilmək olaraq, deyək ki, mən hansı yaşda smartfon və ağlı cihazlardan istifadə edirəm, amma onlar ümumiyyətlə o şəkildə tərbiyə olunublar. Onlar onunla böyüyürlər. Nə qədər çox istifadə edə bilirlərsə, o qədər də, belə deyək ki, karyera baxımından, təhsil baxımından sürətli hərəkət irəliləyə bilirlər. Bu baxımdan əslində istəyirik ki, onlar onu istifadə edəcək. Amma burada təməldə təbii ki, etibar formalaşdırılmalıdır, güvən formalaşdırılmalıdır.
əsasən onların öz düşüncə tərzində həyata baxışlarında. Amma istənilən halda təbii ki, hesab edirəm ki, görüşün də mövzusudur ki, ortalama çox vacib amildir ki, filtr üçün alternativlər çox vacibdir. Çox vacibdir. Gələcəyik, birazdan o alternativlərlə bağlı danışacaq. Baybek müəllim, sizdə vəziyyət necədir? Vəziyyət deyəndə əvvəl bildiyiniz kimi bu ümumiyyətlə bu anlayış virtual mühit anlayışla başladı. Amma zaman keçdikcə gördük ki, artıq bu virtuallıq reallığın bir hissəsidir. Düzdür. Və birbaşa bizim ailə mühitinə, cəmiyyətin psixologiyasına, yəni informasiya mühitinə ümumi təsir eləyir. Yəni bundan irəli gələrək də belə bir məsələ var. Biz uşaqlar nöqteyi nəzərindən fikirləşirik, amma mən düşünürəm ki, tək uşaqlar obyekt kimi yox, yəni ümumiyyətlə valideynlər də, yəni artıq müəllim qeyd elədi, tək yəni uşaqların təbii ki, bu texnologiyadan istifadə eləmək imkanları daha genişdir və onlar üçün belə deyim, bu mühitdə yetişdiklərinə görə onların rəqəmsal savadlığı nisbətən daha çox ola bilər, amma düzgün istiqamətdə inkişaf etdirilsə təbii ki. Amma biz buna baxmalıyıq ki, ümumi bütün cəmiyyətin rəqəmsal savadlığının inkişaf etdirilməsi kimi və buna görə ki, əsas səbəb nədən ibarətdir? Əgər valideyn rəqəmsal savadlığı yerində olsa, yəni düzgün texnologiyanı düzgün istifadə etməyə bacarsa və onu müəllim deyən kimi filtr və sair anlayışları düzgün özü anlasa və təbii ki, övladına da onu aşılamaq daha asan olar. Və bundan irəli gələrək mən düşünürəm ki, ümumi olaraq buna geniş baxmaq lazımdır. Yəni cəmiyyətin ümumi məlumatlandırması mütəmadi olaraq aparılmalıdır. Necə kiber misal təhlükələrlə bağlı olaraq mütəmadi olaraq müxtəlif televiziyada və yaxud da sosial şəbəkələrdə və yaxud da hər hansı metroda və s. Məlumatlandırma prosesi aparılır müəyyən orqanlar tərəfindən və bu məsələlərlə bağlı da təbii ki, məktəbdə, bağçada aparıldığı kimi ümumi cəmiyyət üçün də məlumatlandırma prosesi aparılmalıdır. Çox təşəkkür edirəm sualıma səmimi və rahat cavab verdiyiniz üçün. Doğrudan da bu düşünürəm ki, bizi izləyən valideynlər üçün də çox vacib oldu. Baybek müəllim, gəlin elə intellektual monitorinq sistemləri nədir? Gəlin biraz ondan danışaq da. Ümumiyyətlə, şəbəkə varsa, yəni hər hansı bir kiber mühit varsa, burada monitorinq prosesi aparılmalıdır. Bunun təməl əsası ondan ibarət ki, təhlükəsinin təmin olunmasıdır. Və təbii ki də bunun intellektual, yəni indiki yanaşma desək, məsəl üçün, süni zəka texnologiyanın tətbiqi ilə şəbəkədə olan proseslərin nəzarət olunması, müəyyən davranış profillərinin aşkarlanması, hər hansı bir sistemli, destruktiv, hansısa bir belə deyim, qruplar və yaxud da ki, hər hansı bir davranışlar varsa onların aşkarlanması, misal üçün, və yaxud da ki, kritik infrastrukturların qorunması, burada enerjidir, bank sistemidir, dövlət təhlükəsizlik sistemləridir və s. Bunların hamısını təbii ki, intellektual monitorinq vasitəsilə aparılır və intellektual monitorinq vasitəsi də onun üçün lazımdır ki, operativliyi təmin olunması üçün. Yəni, hadisələr təbii ki, bir çox hallarda olur ki, hadisələr baş verəndə sonra onun qarşısı alınması və gələcək tədbirlərin görülməsi prosesi aparılır. Amma artıq təcrübə ona imkan verir ki, hətta yəni belə deyək, ümumi davranışa əsasən, müəyyən şəbəkədə baş verən hadisələrə əsasən və buna yəni intellektual metodların tətbiqi ilə əvvəlcədən müəyyən eləmək, qarşısını almaq, müəyyən tədbirlər görülməsi mümkündür. İsa müəllim, gəlin belə danışaq da, milli startapçılardan danışacaqsa, təbii ki, onların inkişafı, yerli oyun sənayesinin formalaşmasında və s. Yalnız iqtisadi tərəflərini düşünməməliyik də biz. Burada təbii ki, milli təhlükəsizlik məsələləri də dayanır. Çünki bilirsiniz ki, yerli startapçılara şərait yaradılacaqsa, xarici platformaların yaratdığı risklər də burada var. Misal üçün, məlumatın sızması, valyuta axını, nə bilim, yad ideologiyalar, psixoloji təhlükə və s. Yəni, bunlar da reallıqdır. Bunları da qəbul etmək lazımdır. Biz demirik ki, yerli startapçıların içində bizim cəmiyyətimizə, övladlarımıza, elə bizim özümüzə faydalı olan təbii ki, tətbiqlər və s. ola bilər. Bu öz yerində. Amma ki, insan faktorudur da, insan çiğ südəm, belə deyirlər. Yəni ki, hər profildə də biz bunu görə bilirik. Bugün əgər biz təhsil sistemində də boşluqlardan danışırıqsa, səhiyyə sistemində də boşluqlardan danışırıqsa, bu da hər birimizin əlində olan mobil telefona yükləyə biləcəyimiz tətbiqlərdən söhbət gedir.
Gəlin biraz bu barədə danışaq. Yəni bu milli oyunların yaradılmasında startapçıların rolundan danışaq, daha sonra təhlükəsizlik məsələlərindən danışaq. Buyurun. Alternativlərdən sizin dilinizlə deyək. Çox sağ olun. Birincisi, Babək müəllimə təşəkkür edirəm. Birinci o monitorinqlə bağlı məsələdə bir şeyin davam edən, baş verən bir prosesin monitorinqi olmazsa olmazdır. O önəmli mərhələlərdən biridir. Həm qiymətləndirmək və sonra da ki, optimallaşdırmaq üçün təkcə nəzarət mexanizmləri yox, həm də Babək müəllim dediyindən onu başa düşdüm ki, bu işi optimallaşdırılması üçün, davamlılığını təmin etmək üçün monitorinq olmazsa olmaz addımlardan biridir. Sizin sualınız startaplarla bağlı. Siz həm verilişə başlayarkən bu sahəyə toxundunuz və qumar ifadəsini də işlətdiniz, oyun ifadəsini də işlətdiniz. Həm də sualı formalaşdıranda startap kəlməsini bir neçə dəfə dediniz və sizin sualını dinləyərkən də qiymətləndirirdim. Canlıq belə deyək. Həm də oyun kəlmələrinə və yenə təhlükəsizlik məsələlərinə toxundunuz. Bir kərə bu hansı form çox geniş və əhəmiyyətli məqamdır. Belə deyək də biz hal-hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusilə oyuna məncə ona görə vurulur ki, daha çox gənclər yeniyetmələrə fokuslama baxımından insanlar niyə oyun oynayırlar? İnsanlar oyun oynayarkən niyə bizim arzu etmədiyimiz məqamlara gedə bilər? Bu maraqdır. İnsanda maraq yaranır. Amma burada bir məsələ var ki, istifadə edən var, istehsal edən tərəf var. Ona görə də startap kəlməsini işlədirdiniz. Bəli. Yəni siz qeyd etmək istəyirsiniz ki, biz istehlakçı olmaqla da istehsalçı olaq da, hazırlayaq. Bu düşüncə tərzi formalaşır, bunu istifadə edən tərəf yoxsa hazırlayan tərəf düşüncə tərzindən, sahibkarlıq düşüncə tərzindəndir. Ki, Enterprise Azərbaycanda mandatında bu qeyri-neft sektorunda intellektual bacarıqlar inkişafıdır, sahibkar düşüncə tərzində sahibkarlıq bacarıqlarına nədir, intellektual kapitalın inkişafıdır. Bu aspektdən baxanda dünyada oyun sektoru dediniz. Bəli. Təbii ki, mən vaxtı idarə etmək üçün birbaşa keçidlər eləyirəm. Oyun sektorunun dünyada dövriyyəsi film sektorunu keçib. 100 milyard dollarlıq təqribən deyirəm də, film sektorunda varsa, onun 2.5-3 qatı artıq oyun sektorunda və o qədər sürətlə inkişaf edir ki, bu növbəti illərdə yarım trilyon, trilyona çatan milyardlar çatan dövriyyələrdən. Bu o demək ki, istifadəçi var, kütləvidir və artır. Ciddi şəkildə sürətlə artır. Bunlar siqnallardır. Bunlar siqnallardır və bizim cəmiyyətimizdə də əlbəttə ki, gənclər, yeniyetmələr bu sahəyə maraq göstərirlər və kütləvi şəkildə maraq göstərirlər. Və siz orada təhlükəsizlik məqamına toxunur. Təkcə oyun kimi başlayırıq, amma daha sonra qazanmaq maraqlarına da keçir. Əlbəttə ki. İnsan da qazanmaq və kimisə də eşidir ki, kimsə hansısa oyundan nəyisə qazandı, bahalı bir maşın və s. Bunlar da önəmli siqnallardır. Bu birinci başlaya bilər təbii ki, hər hansı bir bonuslarla, xallarla və s. Enterprise Azərbaycan onları bu istiqamətdə yanaşır. Onu qazanmaq niyyəti ilə girdi, amma hamısı qumar oynamaq niyyəti ilə girmədi. Amma oyun idi, qazanmaq. İndi bu oyunu bazara təklif eləyən də o psixoloji, sosioloji amilləri ölçərək o istiqamətdə təklif edir. Demir bu qumardır. Əlbəttə ki. Yəni bu aspektdən kifayət qədər çox vacib, həm də əhəmiyyətli məqamdır. Biz o məsələdən qaçmamalıyıq. Biz o məsələnin üzərinə strateji olaraq yanaşmalıyıq, cəmiyyət olaraq, ölkə olaraq və düşünürəm də ki, yanaşılır. Amma təbii ki, bu məsələdə gecikmək də olmaz. Çünki gecikdikdən sonra istehlakçı vəziyyətindən çıxa bilməmək vəziyyəti var. Çünki qloballaşma, rəqəmsal imkanlar, qlobal bazar, bunlar o kiçik bazarlarda bazara çıxa bilmək imkanlarını kifayət qədər risk altına qoyur. Ona görə gecikmək böyük risk daşıyır və təbii ki, mən dediyim atributlardan ümumi toparlasaq, belə deyək ki, qaçınılmayacaq məsələdir. Hətta bugünkü təhsil sistemlərində əylənərək öyrənmək, düşünərək öyrənmək. Söhbət əylənməkdən getmir. Oradakı əyləncə düşündürməkdir. Onun öz qabiliyyətlərini, düşüncə tərzini ortaya çıxartmaqdır. Yəni o mənada
öyrənmə məsələsinə toxunarkən deyirəm. Yəni bu çox önəmli sahədir, kifayət qədər iqtisadi, siyasi baxımdan bazarı böyüyən amildir. İqtisadi amil biraz öncə rəqəmləri ifadə elədim, hətta film sənayesine müqayisə. Siyasi amil nədir? Əslində elə o kulminasiya nöqtəsidir. Oyunları kimdə oynayan? Yeniyetmələr, gənclər. Təbii ki, oyunlar onda düşün, həyata baxış formalaşdırır. Dolayısıyla ictimai məsələlər çıxır, ondan sonra siyasi məsələlər çıxır, şuur altını formalaşdırır. Bu baxımdan ona görə bu həm startup ekosistemi çox vacib olduğu kimi, hansı ki dünyada ən sürətli investisiya kapitalının artdığı sektordur və birlik iqtisadiyyatında startup ekosistemi olmazsa olmaz yoldur, metodlardan biridir. Səməm, çox üzr istəyirəm, indi davam edəcəksiniz. Hətta nəinki telefonlar vasitəsilə olan tətbiqlər, oyunlarda, hətta bu yaxınlarda PlayStation hansısa bir seriyası çıxmışdı da, ən axırıncı. Misal üçün, onu mənim yadımdadır ki, hətta Azərbaycanda belə xaricdən sifariş vermək istəyirdilər, yəni tapmaq olmurdu heç yerdən. Yəni o oyunları belə evlərinə gətirən insanlar var da, təsəvvür edirsiniz. Mən dəqiq indi o yəni mən istehlakçı ifadəsinin altında bax görürsünüz. Bəli, o da var da, təbii ki. Bəlkə də siz bunu faydalı tərəflərini az və ya hətta zərərli kimi təqdim etməyə çalışırıq, amma insanlar onu tələb edir. Və bunu hardansa tapıb bir şəkildə təmin edirlər özləri üçün. Dolayısıyla bu sektora deyək ki, dövriyyə artır o mənada deyirəm ki, həm də iqtisadi baxımdan bu qaçınılmayan sahədir və iqtisadi dünya bazarında iqtisadi göstəricilərin artırılmasında, məsələn, deyək ki, 100 milyard, eləmi? 100 milyard dövriyyənin hansısa bir startup 100%-ni, 1000%-ni bazar payını tutarsa, kifayət qədər böyük rəqəmlərdir. Söhbət onun iqtisadi tərəfini düşünərkən bir də anında ikinci plana qoymadan onun ictimai tərəfinə düşünmək lazım, təhlükəsiz tərəflərinə düşünmək. Bunu izləyən kimdir? Bunu izləyən sabahki bazarın oyunçularıdır. O oyunlarla, o davranışlarla ictimai şuur ya formalaşdırılır, ya zəhərlənir, ya inkişaf etdirilir. Bu baxımdan çox əhəmiyyətli və hər bir sizin sualınızda bəlkə də 10 ayrı, bəlkə 10-a yaxın məqam var idi ki, onlar ayrı-ayrı müzakirə olunmalıdır. Edərik indi, yəni vaxtımız var hələ ki. Babək müəllim, bir sual verim də, bu informasiya təhlükəsizliyi insidentlərinə cavab vermə qrupunun işi nədən ibarətdir? Yəni ki, bizim görmədiyimiz, hiss etmədiyimiz hansı işlər həyata keçirilir? Misal üçün, sizin təqdimatınız mənə deyiləndə dünənləri, nə yalan deyim, təbii ki, bilirəm, Azərbaycanda var yəni bunlar, amma ki, mənə bu ad çox maraqlı gəldi. Yəni, bu vəzifə çox maraqlı gəldi və mən çox istədim ki, sizinlə bəzi mövzuları doğrudan da canlı efirdə müzakirə edək. Buyurun, yəni bizim görmədiyimiz hansı işlər həyata keçirilir? Amma onlar bizim faydamız üçündür də, yəni. Bəli, təbii ki. Əsas birinci bir şey vurğulamaq istəyirəm ki, dediyiniz kimi müəyyən komandalar var, mərkəzlər var, hansı ki, bu təhdidlərə cavab verir, müəyyən təhlükəsizlik məsələlərini həll edir və bu sistemlər işlədiyi təqdirdə heç kim bunların varlığı haqqında məlumatlı olmur. Yəni, bu, yəni əvvəl də bundan qabaq dedi, intellektual monitoring. Yəni bu monitoring prosesi vaxtı-vaxtına aparıldıqda, təhdidlərin qarşısı alındıqda, yeniləmə prosesi düzgün aparıldıqda və heç bir hadisələr baş vermədikdə, yəni cəmiyyət onu hiss eləmədikdə, yəni konkret olaraq hər hansı bir sistemin dayanmağı prosesi olmadıqda, məsəl üçün, indi bildiyiniz kimi rəqəmsal transformasiya prosesi aktiv sürətdə gedir. Dövlət bütün istiqamətlər üzrə rəqəmsal transformasiya prosesində birbaşa aktiv olaraq iştirak edir və bundan irəli gələrək də təbii ki, bütün istiqamətlər üzrə, bütün IT sferası, bütün istiqamətlər üzrə artıq inkas edib. Və təsəvvür edin ki, hava limanında hər hansı bir sistemin işləməməsi və yaxud da bank sektorunda hər hansı bir sistemin işləməməsi, ümumiyyətlə internetin işləmə prosesində hər hansı bir hadisənin baş verməsi təsəvvürlüyün nə qədər problemlərə gətirə bilər. Yəni, elektron dövlət xidmətlərinə daxil ola bilməyə bilərsiniz, hər hansı bir yerə səyahət edən zaman problem yarana bilər, səyahət edə bilməyərsiniz və yaxud da bank hesablarıyla bağlı olan problemlər yarana bilər və s. Bundan yəni, çox misal gətirmək olar və bu təhlükəsizliyi təmin edən qruplar, şəxslər, mərkəzlər əslində gizli qəhrəmanlardır. Hansılar ki, dayanmadan 7-24 bu işlə məşğuldular və
ilkin olaraq bu, misal üçün 80-ci illərdən başlayıb kompüter təhdidlərinə, yəni kompüter hadisələrinə qarşı mübarizə komandaları formalaşıb, bunun assosiasiyaları formalaşıb. Yəni dünyada hər bir istiqamət üzrə olsun vətəndaş cəmiyyəti, olsun özəl sektor, olsun dövlət sektoru üzrə təbii ki, təhlükəsizlik təmin olunması üçün müəyyən komandalar, şəxslər var. Və bunların özlərinin assosiasiyası var, bunların informasiya mübadiləsi var. Beynəlxalq təşkilatlar öz arasında informasiya mübadiləsi aparır və yəni maksimal dərəcədə çalışılır ki, təbii ki, operativliyin təmin olunması üçün maksimal dərəcədə çalışılır ki, bu intellektual qaydada aparılsın. Yəni elə bütün intellektual idarə etmədə, hə. Bəli, təsəvvür edin ki, təhdidlər yəni minlərlə, yüzlərlə deyil, yəni 100 minlərlədir, milyonlarla təhdidlər var. Eyni zamanda bütün dünyada bu baş verir və bu təsəvvür edin ki, məlumatlandırma mexanizmi əvvəllər necə olurdu? Hadisə baş verirdi, onun qarşısı alınırdı və sonra məlumatlandırma prosesi gedir ki, məsəl üçün hər hansı bir dövlətdən filan istiqamətdən təhdid var bizə, həmən dövlətin müəyyən və yaxud da həmən sektorun müəyyən cavabdeh qurumuna informasiya yönləndirilirdi və onun qarşısı həmən dövlətin qurumları tərəfindən alınırdı. Bu proses əvvəl belə analoq kimi aparılırdı, amma indiki dövrdə artıq bu mümkün deyil. Çünki texnologiya sürətlə inkişaf edir, süni zəka artıq o qədər süni zəka o qədər inkişaf edib ki, artıq süni zəka sizin biliyinizi yüksəltməyə, qısa zamanda yüksəltməyə çox imkan verir. Yəni, hər hansı bir sahə üzrə bilikləriniz o qədər dərin olmaya bilər, amma süni zəkanın vasitəsilə bu super güc kimi bir hala gəlib də. Yəni, qısa zamanda məlumat... Çox üzr istəyirəm, bir müdaxilə edəcəm, lap belə tam aydın olsun tamaşaçılarımız üçün. Axır vaxtlar belə bir cümlə əmələ gəlib, deyirlər ki, cümlə yaranıb daha doğrusu, deyirlər ki, həkimə getmişdim, sual verdim, suallarıma cavab ara bilmədim, amma ChatGPT ilə suallarımı verdim, bütün suallarıma cavab aldım. Uzun sözün qısası. Bəli, təbii ki, təbii ki. O misaldan çıxış eləmək olar məsəl üçün. Yəni, elədir, mən də eşitmişəm, düzdür, o təhlükəlidir və bunun da... Əlbəttə ki. Yəni, mövzudan çıxış eləyim, deməli, məsələ ondan ibarətdir ki, bunun biz artıq təhdidlərini görürük və bir neçə halda da bu baş verib. Hüquq sahəsində də bu baş verib, yalancı nümunələr gətirilmə vasitəsindən süni zəkadan və yaxud da ki, siz dediyiniz kimi insan öz analizlərini və yaxud da hər hansı bir məlumatlarını əlavə edib, proses müayinəsi, qan dəyərləri atır, amma yalandan məlumat verir, yayındıra bilir şəxsləri və bu da sonra gələcəkdə daha böyük təhdidlərə gətirib çıxarda bilər. Dövlət başçıları adından artıq yalan məlumatlar yayılır. Bəli. Yəni, təsəvvür edirsiniz nə qədər təhlükəli bir durumda. İsa müəllim, gəlin belə deyək də, milli startapçılarımız onlara dövlət demişkən elə, dövlət dəstəyi, bax, bundan danışaq, milli startap ekosisteminin inkişafı üçün hansı addımlar atılmalıdır və yaxud da atılır? Milli innovasiya ekosistemi formalaşdırması üçün kifayət qədər ciddi strategiyalar, proqramlar var və bu sahədə fəaliyyət göstərən qurumlar var. Deyək ki, Kiçik Orta Biznes İnkişaf Agentliyi startap şəhadətnaməsi verir, İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi o işin siyasətini inkişaf etdirərkən çox şaxəli və qlobal bazarın tələblərini nəzərə alaraq işlər, proqramlar həyata keçirir. Biz özümüzdən daha çox danışsaq, Enterprise Azərbaycan portalı olaraq biz intellektual sektorda investisiya cəlb edicini artırması üçün Startup School proqramı icra edirik və biz 2025-ci ildə aldıq regional formatda etdik. Yəni, region ölkələrinin startuplarını dəstəklədik və dünyanın ən qabaqcıl ekosistemlərindən mentorlar cəlb elədik. Həm də Azərbaycandan. Bu, çox ciddi bir faydalı bir inteqrasiya imkanları formalaşdırdı, həm də təcrübə mübadiləsi. Bu, biz 5 qitə, 500 startup, belə deyək ki, adı altında Startup School-u 4-cü ilində bütün qlobala çıxacağıq. Bunlar təbii ki, imkanlardır. Niyə bu sistem milli olmalıdır? Niyə bu sistem milli olmalıdır, misal üçün? Əslində, bu həm də milli olmalıdır. Həm də milli olmalıdır. Milli olaraq qlobala çıxan formatda olmalıdır. Yəni, milli olmalıdır, amma milli qalmamalıdır. Hədəf milli deyil. Hədəf milli olarsa, biz genişləmə bilmərik. Dünyanın qabaqcıl, yəni bazarda yer alan startuplar qlobala çıxa bildiyi üçündür.
Yəni qlobala çıxa bildiyi üçün, qlobal bazara inteqrasiya edə bildiyi üçün, qlobal bazarda müştəri istifadə cəlb edə bildiyi üçün o startap böyüyə bilib, investisiya cəlb edə bilib. Yoxsa xüsusilə kiçik bazarlar üçün dövrəyə o qədər böyük gözləntilər vermir ki, investorlar ona deyək ki, investisiya harcasın. Amma milli innovasiya ekosistemi, milli startap ekosistemi ona görə vacibdir ki, bax, biraz əvvəlki suallardan ortaya çıxan o təhlükəsizlik və sair məqamları idarə etmək üçün biz istifadəçidən yox, təkcə istifadəçi və ya istehlakçı olmamalıyıq. Biz həm də istehsalçı olmalıyıq. Bu həm iqtisadi baxımdan önəmlidir, həm də milli təhlükəsizlik baxımdan. Deyək ki, oyun proqramları, oyun üzrə mobil tətbiqlər. Bunlar milli çərçivədə ortaya alternativlər çıxarsa, bu həm ölkə daxilində istifadəçilər üçün alternativlər, qadağalar yox, alternativlər deməkdir. Həm də biz öz mədəni üstünlüklərimizi, mədəni sərvətlərimizi dünya ölkələrinə təbliğ etmək və dünyada bunun maliyyə imkanlarına, resurslarına çevirmə fürsəti qazanırıq. Yəni, məsələn, deyək ki, bizim ölkəmizə turist marağı varsa, bizim ölkənin mədəniyyətinə, coğrafiyasına, müxtəlif resurslarına turist marağı varsa, bu turist marağı varsa, digər maraqlar bəlkə də daha da ondan çoxdur. Oyunlar vasitəsilə bunu təklif edib, həm iqtisadi imkanlar əldə edə bilərik. Həm də bu, yenə də deyirəm, fikir verin, hər bir güclü ölkə, hər bir cəmiyyət öz imkanlarını, mədəni irsini qorumaq üçün təkcə ölkə daxilində fəaliyyət göstərmir, qlobala çıxır. Bunun üçün ciddi maliyyə resursları ayırır. O baxımdan, indi bu sizin sualınızın kökündə startap ekosistemi maraqlandıran o cavab olacaqdı ki, hansı resurslar var ki, biz özümüzü inkişaf etdirək. Bu, birincisi, daxildən gələn məsələdir. Mən istifadəçi olmaq istəyirəm, yoxsa istehsalçı. Mən alıcı olmaq istəyirəm, yoxsa nəyisə təklif eləyəm. Bu, düşüncə tərzindən irəli gəlir. Yəni, dolayısıyla işin içinə öyrənmək, hansı formatda öyrənmək məsələləri də girir və bu öyrənməyi nə cür genişləndirmə məsələləri gəlir. İndi maşallah savadlı cavanlarımız, proqramçılarımız var da, dünya oyun bazarına çıxmaq istəyənlər də var, amma investisiya da burada çox önəmlidir. Baxın, burada bir önəmli məsələ var. İndiki bu qloballaşma ilə sürətlənən rəqəmsal informasiya cəmiyyəti deyir ya. İnformasiya cəmiyyəti tarixin bütün dövrlərində, iqtisadiyyatlarda bilikdən istifadə olunub. Amma işləri səmərəli hala gətirmək üçün olub. Amma bugün bilik özü kapitaldır. Yəni, bilib bilmək kifayət etmir. Bugünkü devirdə iqtisadi cəhətdən güc ifadə etmək üçün Cənab Prezidentin müxtəlif çıxışlarında da bu vurğulanır ki, güc biliyin özünü investisiya kimi görmək, sərmayə kimi görür. Bilik özü kapital ifadə edir və digər resurs kapitallarını ciddi şəkildə rəqabətdə qabaqlayır. Yəni, burada indi təbii ki, niyə görə mən bilik iqtisadiyyatına keçdim? Startap deyir. Startap nədir? Startap biznes fəaliyyəti. Hansı biznes fəaliyyəti? Startap bilikdən dəyər formalaşdırılan biznes fəaliyyətidir. Yəni, burada biliyin istifadəsi məsələsi kontekstə girir. Dolayısıyla, bunlar bir-birini tamamlayan məsələlərdir. Siz ola bilsin ki, suala birbaşa başqa istiqamətdə vermiş olsa da, mən məcburam o istiqamətə aparmağa ki. Yox, siz deyin, əlbəttə ki. Yəni, dolayısıyla maliyyə resurslarını ayırmaq vacibdir. Maliyyə olmazsa olmaz bu sahədə. Olmazsa olmaz və az maliyyə ilə olmaz. Bu sahə ümumiyyətlə pul tutumlu, maliyyə tutumlu, zaman tutumlu, insan tutumlu sahədir. Bunların biri aksiyarsa, o şəbəkələrdə qeyd etdiyiniz kimi, hava limanındakı nümunədə qeyd etdiyi kimi, o getməz. O zəncir qırılar. Və buradakı məsələdə zaman əhəmiyyətlidir, qısa müddətdə olmayacaq bu. Maliyyə resursu davamlılıq və az maliyyə ilə olmayacaq, maliyyə tutumlu, intellektual resurs burada qeyd elədim, çox önəmlidir. Dolayısıyla, amma burada vizyon çox önəmlidir ki, biz biliyi nə üçün öyrənirik? Bildim demək üçün, yoxsa ondan istifadə etmək üçün? Bu aspektdən baxanda, təbii ki, startap ekosisteminin inkişafı ona gətirmək istəyirəm ki, təkcə iqtisadiyyat deyil, həm də sizin qeyd etdiyiniz milli dəyərlərin qorunması, mədəniyyətin qorunması üçün çox vacib və qaçınılmaz mövzudur günümüzdə. Bilirsiniz, biz əslində veriliş başlamadan əvvəl də burada bir qısa vaxtımız oldu, söhbət etdik. Qadağa sözünün üzərində fokuslandıq və doğrudan da çox yaxşı bir polemika ortaya çıxdı da. Yəni, biz bugün nə övladımıza qadağa qoya bilərik, nə də ki,
Çünki sabah bizim övladımız orada özünü tapa bilər də, özünü kəşf edə bilər. Niyə görə biz xarici mediadan oxuyanda ki, misal üçün İngiltərədə 15 yaşlı bir oğlan artıq 1 milyonunu qazandı. Çünki telefon üzərindən tətbiq həyata keçirdi və bu tətbiq vasitəsilə artıq onun oyunu daha çox yüklədilər və s. Artıq bu rəsmi olaraq öz qazancını bəlli etdi. Hələ 16 yaşı olmamış. Niyə görə elə uşaqlar Azərbaycanda olmasın ki? Niyə görə olmasın ki? Yəni biz deyirsiniz ki, qadağalarla ona nail ola bilməyəcəyik. Nail ola bilməyəcəyik də, əlbəttə ki. Doğru ekosistem lazımdır ki, o ekosistem onu doğru yerə aparsın. Biz düzgün yolları Babək müəllim göstərməliyik də. Baxın, biz Azərbaycan Respublikası təbii ki, bu dövlətin milli təhlükəsizlik qurumları var, strukturlar var. Onlar təbii ki, öz işlərini görür. Babək müəllimgilin qurumunu götürək, onlar da öz işlərini görür. Və niyə görə biz buradakı fəaliyyəti daha zəif olmalıdır? Bugün mən inanıram ki, bizim Azərbaycanda, elə paytaxt Bakıda yetərincə proqramçılarımız var. Arzu istəkdə olanlar da var. Yəni, misal üçün, vətən müharibəsi ilə bağlı hər hansı bir oyun tədbiq... Yox, var, eləyənlər var. Var, amma bunun davamlılığı çox vacibdir. Yox, İslam, sizin dediyiniz kimi həm davamlılıq, həm də qlobal olması. Yəni, üzr istəyirəm, gəlin belə deyək, biz 3 nəfər valideyn burada oturmuşuq, hətta bizdə çəkiliş qrupu da var. Onların uşaqlarının o mobil tətbiq olaraq bəlkə də heç oyunları yükləməyiblər telefonlarına. Düzdürmü? Bu artıq nədən xəbər verir? Bu birinci Azərbaycanda populyar olmalıdır, sonra çıxmalıdır dünyaya. Çünki bugün, baxın, bugün bizim övladlarımız, hətta qeyd edim, yəqin ki, valideynlər də bunu bilir, hansı ki, uşaqlarına mobil oyunlarda nəzarət edirlər. Bugün bizim uşaqlarımız həmin oyun vasitələri ilə özlərinə hətta xaricdən dostlar qrupu yaradırlar. Və o dost qruplarında fərqli-fərqli millətlərin uşağı olur. Braziliyadan olur, Çindən olur və s. Yetər ki, bir dil bilirsən, bunlarla dostluq edirsən və daha sonra onlar hətta öz WhatsApp-da da dostluqlarını davam etdirirlər. Orada da, yəni demək istəyirəm ki, bugün bizdə Azərbaycanlı bir uşaqların bu oyunlardan istifadə etməsi sabah elə o oyunlar vasitəsilə digər millətdən olan uşaqları da bu oyunlara cəlb edəcəklər də. Yetər ki, hər şey doğrudan da nəzarətli və düzgün şəkildə olmalıdır. Ümumiyyətlə, gəlin, Babək müəllim, bax, bu mübarizə üsullarından danışaq da. Təbii ki, bütün dünyanı bürüyən şəbəkədəki kiber təhlükəsizlik insidentlərinə qarşı bir mübarizə yolu var da. Bax, sizdə o mübarizə yolları necədir? Ümumiyyətlə, bundan əvvəl qeyd etdiyim kimi, kiber təhlükə mərkəzləri var və yaxud da ki, kompüter təhdidlərinə qarşı mübarizə komandaları var. Bunlar konkret olaraq, yəni bu elə bir prosesdir ki, bu bir saniyə belə dayana bilməz. Dayana bilməz, bəli. Və bu sahədə də ən başlıca problemlərdən biri də kadr məsələsidir. Düzdür. Və digər problem isə suverenlik nöqteyi nəzərindən götürsək, kiber suverenlikdir. Yəni, konkret olaraq hər bir, belə deyim, dövlət kiber suverenlik nöqteyi nəzərindən öz informasiya sərhədlərini qorumalıdır. Və artıq bildiyiniz kimi bu kiber təhlükələr virtual məkanla əhatələnmir. Artıq kiber məkandan da daha çöldə və sərhədlər genişlənir, fiziki aləmə birbaşa təsir göstərir. Və bundan əvvəl qeyd etdiyim kimi. Və buna görə də kiber suverenliyin təmin olunması üçün, yəni və kiber suverenlik də bilirsiniz necədir? Bildiyiniz kimi suverenliyin əsas sütunları misal üçün torpaqdır, dənizdir, hava mühitidir, kosmosdur və 5-ci sütun artıq kiber mühitdir. Bəli. Yəni birbaşa bütün artıq rəqəmsallaşma dövründə, qloballaşma dövründə birbaşa bütün kiber təhdidlərdən qorunma artıq milli təhlükəsizlik problemlərindən biridir. Əlbəttə ki. Və təbii ki də buna görə də Azərbaycanda müəyyən bununla bağlı işlər görülür onsuz da. Təbii ki bu informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi strategiyası var. Digər cənab prezidentin fərmanları və sərəncamları var. Bəli. Bu məsələdə doğrudan çox ciddi nəzarət var. Çünki biz tez-tez Daxili İşlər Nazirliyinin əməkdaşları ilə də bu barədə danışırıq. Həm də ölkəmizdə də bununla bağlı bütün güc strukturları tədbirlərdə iştirak edirlər. Yəni xəbərlərdən biz bunu izləyirik. Bəli. Cənab prezident qeyd etdiyi kimi beynəlxalq təşkilatlarla, böyük şirkətlərlə münasibətlər var. Və bu proses, belə deyim, biz
müəllim bayaqlarım qeyd elədi, startap məsələsi. Əslində, kiber təhlükəsizliyin həlləri də startapların bir hissəsi ola bilər. Siz dediyiniz kimi, milli səviyyədə təhlükəsizliyin təmin olunması nöqteyi nəzərindən baxsaq, təbii ki, bizim özümüzün hazır alətlərimiz, bizim özümüzün istehsal etdiyimiz, belə deyək də, proqramlaşdırdığımız hansısa bir alətlər mən deyəndə proqram təminatı və avadanlıqlar nöqteyi nəzərindən deyirəm, yaxşı olar. Təbii ki, bu istiqamət üzrə mütəxəssislər də eyni zamanda inkişaf edər və dünya təcrübəsinə baxsaq, dünya təcrübəsində görünür ki, müəyyən dəstək olmasa, müəllim də bayaq deyim, maliyyə məsələsi, yəni bu tək hər hansı bir oyun sektorundan söhbət getmir. Yəni sırf milli təhlükəsizlik, yəni milli kiber təhlükəsizliyinin təmin olunması üçün, mütəxəssislər yetişdirilməsi üçün müəyyən maliyyə vasitələrinin ayrılması, bunların hər hansı bir beynəlxalq şirkətlərdə misal üçün münasibətlər yaradılan zaman bizim Azərbaycan mütəxəssislərinin orada müəyyən təcrübəsinin keçməsi, həmən təcrübənin Azərbaycanda tətbiq olunması məsələlərinə daha yaxşı baxmaq lazımdır, daha dərin baxılmalıdır və startapların da əsas istiqamətlərindən biri də mən düşünürəm ki, əgər milli nöqteyi nəzərdən baxırıqsa, kiber təhlükəsizlik əsas nöqtələrdən biri olmalıdır. Tək kiber təhlükəsizlik, yəni təhlükəsizlik təmin olunması yaxşıdır, amma bundan əlavə olaraq da təbii ki, yeni texnologiyaların da inkişaf etdirilməsi nöqteyi nəzərindən də bu məsələlərə baxılsa, mən düşünürəm ki, məqsədə uyğun olardı. İsa mənim indi deyəcəksiniz, bəli, sizin bir tələbəniz bizimlə bağlantıdadır. Mən istəyərdim ki, onunla danışaq, sonra siz əlavənizi edin. Çox yaxşı olar ki, real sektorun adamları danışsın. Danışacaq, bəli, qoşmuşuq. Yəni, bugün doğrudan da Azərbaycanda oyunlar üzrə mütəxəssisləşən studiyalar azdır, çox azdır. Amma onlardan biri bizimlə telefon bağlantısındadır. Yaqub Mehdiyev, salam, sabahınız xeyir olsun. Salam Elnarə xanım, salam. Necəsiniz? Sağ olun, çox sağ olun. Çox sevinirəm, çox qürurluyam ki, bizim belə gənclərimiz var. Həvəsləri böyükdür, iş əziyyətlidir. Təbii ki, oturaq işdir, kompüter arxasında, masa arxasında. Amma davam edirsiniz, davam edin. Qoy sizin kimi gənclər çox olsun və bildiyim qədərilə əsasən xarici müştərilərlə çalışırsınız. Gəlin bu işin çətin tərəflərindən danışaq. Nədir? Yəni hədəfləriniz nədir? Buyurun, söz sizdə. Təşəkkürlər, çox sağ olun. Bizim şirkət artıq 5 ildir rəsmi olaraq fəaliyyətdədir. Şirkətimizdə 14 nəfər tam ştatda çalışır, maaşını alır, vergiləri biz ödəyirik. Əslində Azərbaycanda çox studiya var, ancaq bu işlə professional məşğul olan, yəni bu işdən hansı gəlir əldə edən cəmi 5 studiya var. Əvvəlki illərə nisbətən bu artıb, əlbəttə ki, artım var, ancaq bu sektor çox böyükdür. Dünyada oyun sektorunun gəliri keçən il 197 milyard idi. Bu, kino industriyasında da daha çoxdur. Fantastik rəqəmlərdir. Ölkəmizdə filmlər və s. son zamanlar aktiv şəkildə çəkilir, amma oyun industriyasına o qədər də fikir verilmir. İnvestisiyalar bu sahəyə çox azdır. Ona görə də biz bunu məcbur xaricdə axtaraq. Xarici şirkətlərlə bəli, oyunlar, onlar sifariş edir, biz onlar üçün oyun düzəldirik, amma paralel olaraq öz oyunumuzu da düzəldirik. Amma onun maliyyələşdirməsini sırf əldə etdiyimiz gəlirdən edirik. Bu da çox çətindir bizim üçün. Çünki oyun sektoru elə bir sahədir ki, orada investisiyanın dəyəri çox olmalıdır. Yəni, az bir miqdarla oyun çıxardmaq çətin məsələdir. Belə sir deyilsə, deyirəm özüm üçün maraqlanım, amma özüm də yayındayım da, yəni bizi eşidənlər də çoxdur. Misal üçün, təxmini nə qədər məbləğlə başlamaq olur ki? Baxın, yəni belə çox rəqəm, böyük rəqəm deyəndə nəyi nəzərdə tutursunuz? Başa salacağım. Əla sualdır, çox sağ olun sual üçün. Hamıya aydın olsun deyə sadə dildə deyəcəm. Məsələn, bir oyunda bunun vizual tərəfi var. Bir də bunun arxa tərəfi var, hansı ki, oyuncuya görünməyən. Proqramlarda da elədir, oyunlarda da elədir. Yəni, bunun vizual tərəfini eləyən dizaynerlər var, bir də arxa tərəfdə olan proqramçılar var. Və bir oyunda oyunun həcmindən asılı olaraq bu işçilərin sayı çox ola bilər. Həmçinin bu insanları idarə etmək üçün menecerlər lazımdır. Həmçinin kadrlar şöbəsi olmalıdır, proyekt menecerlər olmalıdır, idarə edən olmalıdır və s. Ona görə
ən azı elə şirkətlər var ki, 2 nəfər, 1 nəfər illərlə oyun düzəldir. Məsələn, 10 il oyun düzəldir. Elə şirkətlər var, sayı çoxdur. Onlar daha sürətli eləyir, 3-4 il eləyir. Fərqlidir bu göstərici. Amma ortalama götürsək, kobud şəkildə desəm, yəni minimum ən azı 5 nəfər lazımdır. Amma oyunun həcmindən çox şey asılıdır. Onun platformasında da çox şey asılıdır. Oyun mobildə hazırlanır, yoxsa kompüter üçündür, yoxsa PlayStation üçündür və s. Ona görə hər şey dəyişir. Məbləğ? Ona Məbləğ? Məbləğ fərqlidir. Bu fərqli bildim də, yəni ortalama baxın, tutalım indi bizi bir Azərbaycanda investorlar, nə bilim biznesmenlər izləyir də, misal üçün deyirəm də. İndi adam da fikirləşir ki, görürsən nə qədərdir, bunlar böyük məbləğ deyəndə nəyi nəzərdə tuturlar. İndi misal üçün efir bitdi, dost, tanış kimsə məndən soruşdu, heç mən özüm də bilmirəm bunun cavabını. Siz deyin ki, heç olmasa minimumu, maksimumu var da. Real rəqəmləri deyim, Azərbaycanda bir studiya var, adı Polydreams'dir. Onlar bu yaxınlarda yarım milyon dollar investisiya aldılar. Bu da onları hardasa bir 2 il, 3 il idarə edəcək. Yəni 2-3 illik xərclərini bağlayacaq. Bəs investor nə qazanacaq? İnvestor əlbəttə ki, şirkətdən bir hissə götürür. Oyun satışa çıxanda oradan gəlirin bir hissəsi əlbəttə ona gələ bilər və şirkət böyüyüb sonra satışa çıxanda orada daha böyük rəqəmlərdən söz gedə bilər. Ümumiyyətlə, oyun industriyası elədir ki, burada yatırımlar da böyüdür. Əlbəttə risk var, ancaq gəlir qat-qat yüksəkdir. Nəinki bizim bildiyimiz ənənəvi biznesdən fərqli olaraq gəlir qat-qat yüksək olur. Yaqub, maşallah ağıllı oğlansınız da, bəs riski nədir bu yatırımçı üçün? Hər bir biznesdə olduğu kimi burada da risk odur ki, ola bilər ki, oyun yaxşı satmasın. Yəni, oyunun satışları, hər bir oyunun qiyməti var. Pulsuz oyunların da oyunun içində nələr salınır. Və əgər məsələ oyun populyar olmasa, satış yaxşı olmasa, yatırım qədər yox, ondan daha az olacaq, gəlir. Və bu da o deməkdir ki, pullar itəcək əlbəttə ki. Bu risk həmişə var, amma risk böyük olanda gəlir də çox olur. Uğurlu olanda artıq 1 milyon, 2 milyondan söhbət getmir, 10 milyon, 20 milyon, 30 milyon. Qardaş Türkiyə ölkəsinə baxa bilərsiniz, oradakı rəqəmlər fantastikadır. Onlar investoru motivasiya edə bilər. Aydındır. Təşəkkür edirəm. Uğurlar sizə. Siz sağ olun. Çox sağ olun qoşulduğunuz üçün. Buyurun İsa müəllim, siz biraz əvvəldə... Yaxşı oldu ki, sözümü saxladınız. İndi təkmilləşmiş formada deyəcəm. Fikir bildirəcəkdim, indi sual bildirirəm. Həm həmkarıma, həm sizə. Mənə də bu sahədə bildiyim sualı verin. Yox, ümumi form. Sizcə biz Yaqubu nəyə görə dəvət etdik? O, bu sahəni daha çox bilir deyə, eləmi? Əlbəttə ki, real bir, bu mövzunun real bir qəhrəmanıdır da. Nəyə görə biz istifadəçini deyil, istehsalçını çağırdıq? Çünki o istehsalçı olduğu üçün daha çox bildiyini qəbul edirik, düzdürmü? Dolayısıyla startup ekosistemi inkişaf etməsə, sizin qeyd etdiyiniz, tələb kimi qoyduğunuz o qabaqcıl təcrübəyə malik, güclü kiber təhlükəsizlik üzrə mütəxəssislər ola bilməyəcək. Dolayısıyla istifadə mühiti, startup ekosistemi güclü olduğu miqyasda bizim güclü intellektual kapitala malik, intellektual potensiala malik kiber təhlükəsizlik, şəbəkə və digər sektorda rəqəmsal bacarığa malik insanlarımız və digər sektor insanlarımız formalaşacaq. Bu rəqəm də çox böyükdür, mən sizə. Mən istəyirsiniz bir misalla həm burada dinləyicilərə kimi, məsələn, deyək ki, bir startup 1 milyon investisiya aldı. Məsələn, 1 milyon investisiya alan startup güclü komandası var ki, aldı. O komanda 1 milyondan ortaya iş çıxardacağı böyük ehtimal o yaxın zamanda, yaxın deyəndə 1-5 illik dövrdə 15-25 milyonluq orta hesablı investisiya ala biləcək. 15-25 milyon, deyək ki, 20 milyon dollarlıq bir investisiya alan startup qlobal bazarda öz sözünü deyəcək və 2 dəfə investisiya alıb referansı var. Bu investisiya, bu startup çox böyük ehtimal növbəti 10 il müddətində, çox böyük ehtimal, hansı fövqəladə bir hadisə olmasa, 100 milyonun üzərinə çıxacaq bir investisiya almış olacaq. İndi qaydaq 1 milyonu investisiya eləyən... Bu tərəfi gözəldir. İndi qaydaq 1 milyon investisiya
xəyali olaraq birinci investora 1 milyon investisiya eləmişdi və onun 1 milyon investisiyanın ortaq olduğu şirkətdə məsələn deyək ki 50%. 1 milyonu 4 investordan da almaq olar. Payı var idi. Sonra 4 yerə böləcəklər. Deyək ki 50% payı var idi da 1 milyondan. İndi şirkət 100 milyon investisiya çıxmaqla bazar dəyərini 200 milyona, yarım trilyona qaldırdısa, o 1 milyon qoymaqla 10 ildə o 1 milyonluğu nə qədər inkişaf etdirmiş oldu? Bəli. Yəni bu ənənəvi sektorda bu mümkün deyil. Ona görə rəqəmsal informasiya cəmiyyəti, sənaye cəmiyyətinin mümkünsüz hesab etdiyi bir çox məsələləri mümkün etdi və mən o mənada deyirəm ki, birlik kapitalı digər kapital növlərini dəfələrcə vurub keçdi artıq. Dolayısıyla startup ekosistemi inkişaf etməzsə, digər sahələrin inkişafı rəqabət qabiliyyətli ola bilməmə ehtimalı çoxdur. Niyə? Çünki biz istifadəçi qədər bilirik, istehsalçı qədər bilə bilməyəcəyik. Ona görə... Təbii ki, bəli. Buyurun, Babik bəy, yekunlaşdıracağıq. Bəli, təbii ki. Müəllim düz qeyd eləyir. Yəni, platformalar da var, özünüz bilirsiniz ki, uzun illərdir fəaliyyət göstərən platformalar var. Hansı ki, yəni, elan olunur ki, mənim bu bir layihəm var. Bunun üçün, misal üçün, izah olunur filan beşmikan, reklamı çəkilir, özünüz bilirsiniz və ona vəsait toplanır. Bu bir yanaşmadır. Bir də şirkətlər var, misal üçün, universitetlərə və yaxud da elmi tədqiqat mərkəzlərinə müəyyən sifarişlər verir ki, o da müsahibəyə əsasında ki, misal üçün, mənə bu həll lazımdır. Kim mənə bu həlli verə bilər, məsəl üçün. Müəllim deyən kimi, komanda yoxlanılır, yaxşı komanda varsa, ona da müəyyən həllər, yəni şans verilir. O həllər, yəni burada nə deməkdir? Burada həm siz deyən kimi biznes sektoru inkişaf edir, həm elm və təhsil inkişaf edir. Bəli, əlbəttə ki. Bəli. Yəni bu startuplar vacibdir. Hansı olur olsun. Yəni sırf öz məhsulunu yerləşdirən platforma olsun və yaxud da sifariş əsaslı olsun. Yəni bu startuplar həqiqətən də vacibdir. İnkişafa böyük dəstəyi vardır. Və buna görə də müəllim qeyd elədiyi kimi bu vəsait məsələsi də təbii ki o həll olunmalıdır ki, bu problemlər öz Yox, hər bir halda bu mövzuda müəyyən qədər şəffaflıq nümayiş elətdirdik də bu 45 dəqiqə ərzində. Niyə görə? Çünki doğrudan mənim özüm üçün də bilmədiyim məqamlar ortaya çıxdı və eyni zamanda bizi izləyən tamaşaçılar üçün də. Baxın, görün, nə gözəl əslində ardıcıllıq oldu. Biz birinci başladıq ki, övladlarımızın mobil telefondan istifadəsi və oradakı oyunlardan istifadəsi, amma biz gəldik, gördük ki, əslində bizim övladımız sabahın, yəni dünyaya çıxan, öz ölkəsi adından, yəni dünyaya çıxan böyük bir layihənin təsisçisi ola bilər, yəni istehsalçısı ola bilər və eyni zamanda gözəl məbləğlər qazana bilər və eyni zamanda qazandıra da bilər. Yəni doğrudan da çox yaxşı məqamlara toxunduq. Təşəkkür edirəm gəldiyiniz üçün, çox sağ olun. Mən elə gəlir ki, bu mövzuda biz yenə də görüşəcəyik. Çünki istiqamətlər əslində çoxdur. Yaqub kimi gənclərimizə də elə veriliş başlayandan deyirdim, proqramçılarımız var, istedadlı gənclərimiz var və s. Onlardan biri ilə, təəssüf ki, daha çox olsun, amma biri ilə heç olmasa tanış olma şansım oldu. Sabahınız xeyir olsun. Bütün günü Real izləməyə davam edin. Çünki ən son və ən düzgün xəbərlər məhz Real televiziyasının efirində işləyəcəksiniz. Sağ olun, görüşmək ümidi ilə.